Salam. 3-cü ay 2024-cü il buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Birinci sual. Kinoteatrda yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya B sırasından olması ehtimalını tapın. Və ya varsa ehtimalları toplayırıq. Alıcı əgər bilet alırsa, biletləri boş qalan yerlərin içindən seçməlidir. Ümumi saysaq, ümumi 25 boş yerimiz var. 25 yerdən A sırasına düşən boş yerlərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8. 25'ten 8 veya deyirsə ehtimalları toplayırıq. 25'də B sırası için boş yerlərin sayı 5. Verir bizə 25'də 13. Doğru cevabımız Y variantı. Sual. Ayın ədədi silsiləsində A4 plus A5 plus A6 bərabərdir 27 olarsa A5'i tapın. A5 ədədi silsilədə özündən bərabər uzaqlıqda olan hədlərin cəminin yarısına bərabərdir. A4 plus A6 bölü 2. Deməli, A4 plus A6 bərabərdir 2A5'ə. A4 ilə A6'nın cəminin yerinə 2A5 yazırıq. Plus A5 bərabərdir 27. 3A5 bərabərdir 27. A5 bərabərdir 9'a. Düzgün cevap D variantı. Üçüncü sual. 1,12'də 5 bölünsün. -6'da 5 plus 3'də 2. İfadəsinin qiymətini hesablayın. Ortaq məxrəci gətirsək verir bizi 6'da 4. Biri mənfi, biri müsbət olduğundan modulu böyük olana modulu kiçik olan çıxıb, modulu böyük olan işarəsini yazırıq. Birinci kəsirimizi də düzgün olmayan kəsirə çeviririk. 12'də 17 bölünsün. -6'da 1. -6'da 1 bərabərdir. 12'də 17 vurulsun. Mənfini qarşıya keçirdirəm. 1'də 6 ixtisarlarımızı aparsaq. -2'də 17 o da verir bizə -8,5. Düzgün cevap D variantı. Dördüncü sual. Müstəvidən 6 desimetr məsafədə olan nöqtədən müstəvidi 6 desimetr məsafədə olan nöqtədən bu müstəvi uzunluğu 12 desimetr olan mail çəkilmişdir. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağı istəyir bizdən. Mailin müstəvi ilə əmələ gətirdiyi, bax bu alfa bucağını istəyir. Düz bucaqlı üç bucaq görürük burada. Sinus alfa bərabərdir qarşı katetin hipotenuza nisbəti. Sinus alfa bərabərdir 2'də 1. Alfa bərabərdir arcsinus 2'də 1. O da verir bizə pi bölünsün 6 və yaxud da ki 30 dərəcə. Düzgün cavab C variantı. 2 kosinus pi bölü 2 minus x bərabərdir kök 3. Çevirmə düsturuna əsasən 2 pi bölü 2 yəni 90 minus alfadırsa birinci rübə düşür. 90'dırsa ad dəyişir. Olur sinus x bərabərdir kök 3. Sinus x bərabərdir kök 3 bölü 2. X bərabərdir -1 üstü k. Arcsinus kök 3 bölü 2 plus pi k. X bərabərdir -1 üstü k. Sinus kök 3 bölünsün 2'ni alır 60 derecede. Pi bölünsün 3 plus pi k. Düzgün cevap A variantı. 6. sual. X kvadratı y plus 4'ün kvadratı. Çevrəsinin absis oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Absis oxu ilə deyək ki, belə bir çevrədir. Absis oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını deyirsə, y-ə 0 yazırıq.
y'e 0 veririk. X kvadrat plus 0 plus 4'ün kvadratı beraberdir 25. X kvadrat plus 16 beraberdir 25. X kvadrat beraberdir 9. X beraberdir müsbət mənfi 3. Deməli, koordinatımız x'in mənfi 3 qiymətində y 0, x'in müsbət 3 qiymətində y 0. Düzgün cavab D variantı. 7-ci sual. Taxıl üdüldükdə çəkisinin 90% qədər un alınır. Nə qədər taxıl üdülmək lazımdır ki, 1260 kilogram un alınsın. 90% 1260 olan ədədi tapırıq. 90% 1260'dırsa 100% neçədir? Çarpaz vursaq. Sarımsaparsaq 9 ilə getdi 14, 14'də 100'ə vuranda 1400. Düzgün cavab A variantı. 8-ci sual. 36 kiçik bərabər x, kiçik 46 bərabərsizin neçə natural həlli var? X'in natural həllərini yazırıq. 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, bir də 45. Bərabərsizin natural həllini bu formada da tapa bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 sayda. Və yaxud da ki, bir qaydamız var. Əgər A, B saydadirsə, qapalı mötərizədirsə, sayını tapmaq üçün B minus A. Sonrakından əvvəlki əddi çıxırıq. 46'dan 36 çıxanda 10. Və yaxud da ki, açıq şəkildə yazılışda düzgün cavab 10. C variantı. 9-cu sual. Radian ölçüsü mənfi 5'də 3 pi olan bucağın dərəcə ölçüsünü tapın. Radianı dərəcəyə çevirəndə 180'ə vururuq, pi'yə bölürük. İxtisarımız getsin. 36, 36'ında 3'ə vuranda mənfi 108 dərəcə. Düzgün cavab D variantı. Onuncu sual. 8b kubu bölünsün a kvadratı, vurulsun 8b kvadratı a'nın kubu. Zararımıza yaparsaq, kubunun kvadrat getdi, kubunun kvadrat getdi. Qaldı A, B. Düzgün cavab B variantı. 11-ci sual. 3, 4 plus x bərabərdir 9 tənliyini həll edin. 3, 4 plus x bərabərdir 3'ün kvadratı. 4 plus x əsasları eynidir deyə qüvvətlərini bərabər götürürük. X bərabərdir 2. D variantı. 12-ci sual. A tərəfini verib bizə 12. Betanı verib bizə 60. Alfanı verib bizə 30. Məndən B tərəfini istəyir. Bu bucağı bu şəkildə çəksəm, bura 90 olacaqdır. Bura 30 dərəcədir. Burada 60 dərəcədir. 30'un qarşısındakini 12 verib mənə. 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Hipotenuzumuz 24'ə bərabərdir. 60 dərəcəlik bucaq qarşısındakı katet kiçik katetin kök 3 mislinə bərabərdir. 12 kök 3'ə bərabərdir. Yazılış qaydası isə budur. Sinuslar teoremi tətbiq edirik. 12 bölünsün sinus 30 bərabərdir. B tərəfi bölünsün sinus 60. 12 bölünsün sinus 30 verir bizə 2'də 1 bərabərdir. B bölünsün sinus 60 da verir bizə kök 3 bölünsün 2.
Çarpaz vursaq b bərabər olur 12 kök 3'ə. Düzgün. Hündürlüğü 4, orta xətti 13 olub trapesiyanın sahəsini istəyir. Trapesiyada hündürlük 4'dür. Orta xətti, yəni oturacaqlar cəminin yarısı verir bizə 13. Trapesiyanın sahəsi orta xətt vurulsun hündürlükdür. Orta xəttimiz 13, hündürlüyümüz 4 verir bizə 52. E variantı. On dördüncü sual. 3 LG 5 plus 2'de 1 LG 64. 3'ü 5'in qüvvətinə qaldırmağa ixtiyarımız var bizim. 5'in kubu plus 2'de 1'i 64'ün qüvvətinə qaldırmağa icazəmiz var. Bərabərdir. LG 5'in kubu ve LG 64 üstü 2'de 1. Əsaslar eynidir deyə toplama olduqda biz bunları vura bilirik. LG 5'in kubu vurulsun 64 üstü 2'de 1 bərabərdir. LG 5'in kubu 125 vurulsun 64 üstü 2'de 1 2'de 1 bərabərdir kök 64. Oradan da çıxır 8. Deməli LG 125 ile 8'e vuranda 1000 bərabərdir. LG 10'un kubu. Burada da əsasda 10 var. Qüvvətində də 1 var. 3'ü 1'e bölüb qarşıya keçirdirəm. 3 LG 10. LG 10 da verir bizə 1. Düzgün cavabımız 3. 3. Doğru cevap 3. 14. sual. 15. suala baxaq. Z kvadrat plus 9 z minus 3i bərabərdir 3 plus 5i. Bərabərliyini ödəyən z kompleks ədədinin xəyali hissəsinin əmsalını tapın. Yəni imz-i istəyir bizdən. İlk növbədə sadələşdirək. Z kvadrat plus 9, aşağıda da z minus 3i var. Bərabərdir. Kvadratlar fərqi kimi yazsaq bunu z minus 3i bir də z plus 3i. Məxrəcdə də z minus 3i var. Minuslar getdi. Qalır orada z plus 3i. Deməli, mən bu ifadənin yerinə yazacağım belə. Z plus 3i bərabərdir 3 plus 5i. Sağa keçirtsəm z bərabərdir. Verir bizə 3 plus 2i. Deyir, xəyali hissənin əmsalını tapın. Burada həqiqi hissənin əmsalı verir bizə 3. Xəyali hissənin əmsalı isə verir bizə müsbət 2. Doğru cavabımız 2. 16. sual. Perimetri 156 daxili bucaqların cəmi 1800 olan düzgün çoxbucaqlının tərəfinin uzunluğunu tapın. Daxili bucaqlarının cəmi, çoxbucaqlının daxili bucaqlarının cəmi 180 vurulsun n-2'dir. O da bərabərdir, verib bizə 1800. İxtisarımıza baxsaq, n-2 bərabərdir 10, n bərabərdir 12. Deməli, fiqurumuz 12 bucaqlıdır. 12 bucaqlının, düzgün 12 bucaqlının perimetri 12a'ya bərabərdir. 12a bərabərdir 156. A da bərabərdir 13. Tərəfinin uzunluğu 13'e bərabərdir. Düzgün cavab 13. 17. sual. AB sonlu çoxluqları üçün NA5 vurulsun NB, NA çıxılsın B bərabərdir 26, NA kəsişir B bərabərdir 4 olarsa birləşməni istəyir bizdən.
Venn diaqramını çəksək, A çıxılsın B verib bizə 26. Kesişmədə verilib bizə 4. NA bərabərdir 5NB-yə. NA-nın ümumi elementlər sayı verib bizə 30. Deməli, 5NB, 5 vur NB bərabərdir 30. NB bərabərdir 6-ya. NB-miz 6-dır. Bax, bu B çoxluğunun elementlərinin sayı 6-dır. 4'ü burada yerləşmişdirsə, ikisi də sağda. Bizdən NA birləşir B-ni istəyir. Bərabərdir 26 plus 4 plus 2. Bərabərdir 32. Düzgün cavab 32. On 8-ci sual. X kvadrat minus 6x bərabərdir 1 olarsa, kök 7-ci dərəcədən x minus 4 üstü 5 vurulsun x minus 2 üstü 2 vurulsun 7-ci dərəcədən x minus 4'ün kvadratı x minus 2 üstü 5 ifadəsinin qiymətini hesablayın. Bunları bir kökdə yazsam, bax bu ifadələri ümumi bir kökdə yazsam, x üstü 4'ü, x minus 4'ü, x minus 4'ün 5'i kvadratına vursak verir bize x minus 4 üstü 7. Burada dərəcə 7-ci dərəcədir. Dərəcəmiz 7'dir. X minus 2'nin kvadratı x minus 2 üstü 5 vuranda birbirine x minus 2 üstü 7 verir. Bərabərdir. Kökü biraz. 7-ci dərəcədəndir deyə getdi qaldı x minus 4. 7 ilə kök getdi qaldı x minus 2. Bu ifadələrin hasilini tapsaq bərabərdir. X kvadrat minus 6x plus 8 olacaqdır. İndi x kvadrat minus 6x de 1 olduğundan, bax bu ifadənin yerinə 1 yazsam, 1 plus 8 bərabərdir 9. Doğru cavabımız 19-cu sual. Turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni qədər məsafə qət etməklə 18 günə getməlidirlər. Lakin onlar hər gün nəzərdə tutduğundan 2 kilometr çox gedərək bu məsafəni 15 günə qət etdilər. Məntəqələr arasındakı məsafəni tapın. Əvvəllər turistlər hər gün eyni qədər məsafə, yəni x kilometr deyək məsafə getməyə planlaşdırıblar. 18 günə 18x uzunluğunda məsafəni qət edə bilərlər. Amma onlar nəzərdə tutduğundan 2 kilometr çox getdilər. X plus 2 və məsafəni 15 günə qət etdilər. Deməli, bu da məsafəni ifadə edir. Bu da məsafəni ifadə edir. Yəni, eyni məsafə qət ediblər. Bunlar bərabərdir. Sadə xətti tənliyə alırıq. 15x plus 30. Geri ixtisar aparardıq. Neyse. 3x bərabərdir 30, x bərabərdir 10. Deməli, məntəqələr arasındakı məsafəni istəyir. 18 vur 10 bərabərdir 180. 180 kilometr məsafədir. Məsafə 180 kilometrdir. Düzgün cavabımız 180. Bunu həll eləyəndə 18-dən 15 ixtisar da apara bilərsiniz 3-ə. 19-cu sual. Turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni qədər məsafə qət etməklə 18 günə getməli idilər. Deməli, hər gün əvvəlcədən müəyyənləşdiriblər ki, x kilometr yol gedəcəklər. 18 günə qət etdikləri məsafə 18x olur. Sonra qərara alırlar ki, bu məsafəni hər gün 2 kilometr gündəlik məsafəni 2 kilometr artırsalar, bu məsafəni 15 günə gedəcəkdir. Məsafələr eyni olduğundan bunları bərabər götürürük.
18 ilə 15 ixtisar aparsaq 3'ə qalır 6x bərabərdir 5x plus 2. 6x bərabərdir 5x plus 10. X bərabərdir 10'a. Bizdən iki məntəq arasındakı məsafəni istəyir. 18 vurulsun 10 bərabərdir 180'ə. Düzgün cavab 180. 20. sual. Bir qutunun üzerine 2 kırmızı 4 sarı qovluq qoyulmuşdur. Qutu ilə bu qovluğun birlikdə hündürlüyü 68'dir. Qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən 2 cm böyük. Qutunun hündürlüyü bütün qovluqların qalınlıqları cəmindən 12 cm çox olarsa. Demək, qırmızı qovluğun qalınlığı sarı qovluq qalınlığının, sarı qovluğu bir x ilə ifadə etsək, sarı qovluğun qalınlığının 2 mislindən, qırmızını da 2x 2 cm böyük plus 2. Böyük qutunun hündürlüyü isə bütün qovluqların qalınlıqları cəmindən 12 cm çox. Deməli, sarı x, 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 x. Sarı 4x'dir. Ümumi sarı qutular 4x'dir. Qırmızı qutular 2 saydadır. 4x plus 4'dür. Böyük qutu isə bunların cəminin, yəni 8x plus 4'ün cəmindən 12 cm çoxdur. Ümumi hündürlüyü isə 68'ə bərabərdir. Tənliyimizi qorsaq, toplasaq bunları 16x plus 20 bərabərdir 68, 16x bərabərdir 48, x bərabərdir 3. Qutunun hündürlüyünü istəyir. Böyük qutunun hündürlüyünü istəyir. Böyük qutu deyək. Böyük qutu bərabərdir. 8'i 3'ə vururuq. Üzərinə gəlirik 16'nı. Bərabərdir 24 plus 16 verir bizə 40 cm. Düzgün cavabımız 40 cm. 21. sual. Silindrin ox kəsiyi, silindr çəksək. Silindrin ox kəsiyi bir kvadratdır. Bax, kvadrat belə bir figurdur. Bax, bu ox kəsiyimiz. Kvadratın bütün tərəfləri bərabərdir. Deməli, bura 2rdirsə, bura da 2rdir. 2rə bərabərdir. Deməli, hündürlüyümüz 2 radiusa bərabərdir. Silindrin həcm düsturu da pi r kvadrat vurulsun h-dır. Yerinə yazsaq, pi r kvadrat vurulsun h-ın yerinə 2r yazsaq, bərabərdir 54 pi. İxtisarlarımıza aparsaq, 2 pi r-in kubu bərabərdir 54 pi. R kubu bərabərdir 27, r də bərabərdir 3. Hündürlüyünü istəyir bizdən. Hündürlüyümüzdə bax buradan, hündürlük də 2 radiusa bərabərdir. 2 vur 3 bərabərdir 6. Düzgün cavabımız 6. 22. sual. Fx, gx, cüt, px, qx tek funksiyadır. Deməli, f mənfi 5 verir bizə 3. R mənfi 7 verib bizə 8. P4 verib bizə 3. Q mənfi 2 verib bizə mənfi 3. Bizdən nə istəyir? F5 vurulsun R7 plus P mənfi 4 Q2. Bizdən fx ilə gx'i cüt verib. Gx, fx verib bizə cüt. Qx, px tekdir. Qx bir də px verib bizə tek.
Deməli, fx funksiyası cüt funksiya olduğuna görə f mənfi 5 f5 bərabərdir 3-ə. Eyni qiymətlər alır. Rx mənfi 7, buradan r7 mənfini itirir. Cüt funksiya bərabərdir 8-ə. Bərabərdir. Gətirək qiymətləri yerinə qoyaq. F5-in yerinə 3 yazacağım. J7-nin yerinə 8 yazacağım. G7-nin yerinə. P mənfi 4. Diqqət etsək, P4 3-dürsə, P mənfi x tək funksiya olduğuna görə mənfini qarşıya itirir. Mənfi Px olur. Deməli, P mənfi 4 verəcək bizə mənfi 3. Üstə gələk mənfi 3. Yəni, P4-ün yerinə mənfi 3 qoyacağım. Bax bu. P mənfi 4-ün yerinə mənfi 3 qoydum. Q2. Q mənfi 2. Mənfi 3-dürsə, Q2 isə müsbət 3 verəcəkdir. Bərabərdir. 3 dəfə 8, 24. 24-dən 3 çıxanda 21. 21-i də 3-ə böləndə 7. Düzgün cavabımız 7. 23-cü suala baxaq. Şəklin üstündə baxsaq. Mərkəzlə toxla birləşdirək. Mərkəzlə birləşdirsək. Diqqətlə baxsaq. Radius toxunana perpendikulardır. Radius toxunana perpendikulardır. Burada bura radiusdur, burada radiusdur. Bura A tərəfidir, burada A tərəfidir. Bu da paraleldir də. Çünki eyni düz xəttə perpendikular. Bax, deyək ki, bu düz xəttdə perpendikular iki düz xətt olacaqdır paralel. Demək ki, burada qarşı tərəflərdə bərabər olmalıdır. Demək ki, burada belə bir fiqur almışıq. Kvadrat almışıq. Bütün tərəfləri radiusa bərabərdir. Yəni, A da radiusa bərabərdir. Burada mərkəzlər arasındakı məsafə, təpə nöqtəsi ilə mərkəz arasındakı məsafə. Oranı verib mənə 3 kök 2. Deməli, A kök 2 bərabərdir 3 kök 2. A-nın yerinə R yazaq da, R kök 2 bərabərdir 3 kök 2, R bərabərdir 3-ə. Bizdən çevrənin uzunluğunu istəyir. Çevrənin uzunluğu da 2 pi R. 2 pi vurulsun 3 verir bizə 6 pi. İkinci cavabımız 6 pi. 24-cü sual. Prizmaları oxşar olarsa A prizmasının hündürlüyünü tapın. İkinci prizmanın həcmi verib bizə 120. B prizmasının həcmi. V B prizmasının həcmi 120. Prizmanın həcmi S oturacaq vurulsun hündürlüyə bərabərdir. 120 yazsaq, hündürlüyün yerinə 10 yazsaq, verilibdir burada. S oturacağımız verir bizə 12. Oturacağımız da bir üçbucaqdır. Üçbucağın sahəsi tərəfə çəkilmiş hündürlük hasilinin yarısına bərabərdir. A vur H bölü 2. H-ımız verib bizə 2. H-ın yerinə 2 yazsaq, deməli A vurulsun 2 böl 2 bərabərdir. Üçbucağın sahəsi 12. İkiləri ixtisar getdi. A bərabərdir 12-yə. A deyil də burada B hərfidir. Deməli bura 12-dir. İndi prizmanın hündürlüyünü istəyir. A prizmasının hündürlüyünü istəyir. Bu fiqurlar oxşar olduğundan tərəflər nisbəti kiçiyin böyüyə nisbəti bərabərdir. H-ın digər H-a nisbəti, H-ın ona nisbəti. İxtisar aparsaq 2-də 1, 2 ilə də 10 getdi, qaldı hündürlük bərabərdir 5-ə. Doğru cavabımız 5. 25-ci sual. Sahəsi S2 düsturu ilə verilən düzbucaqlı formasında olan metal lövhədən sahəsi S1 olan düzbucaqlı formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin enini x ilə ifadə edin.
Deməli, böyük lövhənin sahəsi 2x kvadratı plus 7x plus 3. Çıxılsın x kvadrat plus 7x plus 12. Qalan hissənin n-ini istəyir bizdən, a-nı istəyir bizdən. Bərabərdir. Sadələşdirsək, 2x kvadrat plus 7x plus 3 çıxılsın x kvadrat, çıxılsın 7x, çıxılsın 12 bərabərdir. Verir bizə x kvadrat, 7x'lər getdi, islah qaldı burada, x kvadrat minus 9. Deməli, bax bu kiçik hissənin sahəsi, kəsib götürsək onu, sahəsi verir bizə x kvadrat minus 9. Eni də verib bizə x plus 3. A uzunluğunu soruşur. Deməli, a vurulsun x plus 3 bərabərdir x kvadrat minus 9'a. A bərabərdir x kvadrat minus 9 bölünsün x plus 3 bərabərdir. Vuruqlara ayırsaq x minus 3, x plus 3, x plus 3 ilə ixtisar getdi. Qalır burada x minus 3. A-nı x ilə ifadə edin. Doğru cavabımız x minus 3.